Salam, bugünə gözlənən əsas hərəkət istiqamətlərinə qısaca nəzər salaq. Əvvəlcə həmişə olduğu kimi avro-dollar cütlüyünə baxaq. Avro-dollar cütlüyü dünən maraqlı dinamika ilə yadda qaldı. Cütlük 34-30 səviyyəsindən yuxarı qalxmağa nail olmadı. Baxmayaraq ki, bu səviyyəni qırmışdı və yuxarıda möhkəmləməyə cəhd etdi. Lakin bunun uğursuzluğun nəticələnməsi cütlüyün sonraki dinamikasına negativə doğru dəyişilməsinə səbəb oldu. Buna həm texniki faktorlar, yəni müqavimətin qırılmaması, həm də Avrozondakı maliyyə problemləri və eyni zamanda Amerikadan alınan pozitiv nəticələr, pozitiv xəbərlər cütlükdə eniş dinamikasının güclənməsinə və eniş tendensiyasının inkişaf etməsinə gətirib çıxartdı. Belə ki, Amerikada FOMC-un iclasında bir çox pozitiv fikirlər səsləndirildi. Bunlar kütləvi ayrılış proqramlarının, yəni aktivlərin kütləvi ayrılışı və kütləvi zəiflədilmə proqramlarının ölkə iqtisadiyyatında artıq pozitiv nəticələrinin müşahidə olunması bildirildi və göstərildi ki, artıq inflyasiyanın artımı nəzərə çarpır. Bu da ümumiyyətlə gələcəkdə faiz vergilərinin qaldırılması kimi, siqnalı kimi qəbul olunur və dollara çox güclü təsir edərək dollara bağlı digər kursların zəifləməsinə, onun isə güclənməsinə səbəb oldu və eyni zamanda həm avro-dollar, həm avroya bağlı digər valutalarda, həm də digər riskli valutaların dinamikasında güclü volatillik yaratdı. Hal-hazırda avro-dollar üçün 32-30 səviyyəsi əsas dəstək rolunu oynayır və cütlük buradan aşağı möhkəmlənərsə 32-ci daha doğrusu fiqura qədər eniş nümayiş etdirəcək. Yəni ilkin hədəf kimi hal-hazırda əsas 32-ci fiqur nəzərdə tutulur. Yəni bura real görünür, amma digər bir səbəbi də faktoru da nəzərə çatdırmaq lazımdır ki, hal-hazırda cütlük artıq orta müddətli perspektivdə əsas dəstək olan 32-30, 32-60 ətrafında ticarət aparır və buradan yuxarıda qalarsa, yəni bu dəstəyi aşağı qırmazsa, cütlük 33-cü fiqura və 33-50-70 ətrafına qədər qalxa bilər. Yəni əsas müqavimət səviyyələri hal-hazırda göstərilən səviyyələrdir. Onu da qeyd etmək istəyərdim ki, artıq movinglər, yəni həm 21 günlük, həm 8 günlük və həm 200 günlük moving artıq birləşərək eniş siqnalı yaradır və bu da deyilən dəstəyin təzyiq altında qalmasına səbəb olur. Yəni cütlük ola bilsin ki, ilkin həmlədə bu dəstəyi qıra bilməsə də artıq müəyyən bir perioddan sonra o dəstəyin qırılması ehtimalı, yəni real olaraq görünür. Digər bir faktorlara nəzər salmaq istəyərdim. Yəni martın dinamikasına baxsaq, cütlükdə konvergensiyanın hələ ki özünü doğrultmadığını biz görə bilərik və hal-hazırda yeni bir minimum qoyandan sonra ola bilsin ki, konvergensiyanın inkişaf etməsini biz görə bilərik. Yəni hal-hazırki forma, hal-hazırda yaranan konvergensiya forması yeni bir minimum yaranmasına işarə edir. Funt-dollar cütlüyünə baxaq. Funt-dollar cütlüyü hal-hazırda enişə meyillidir və artıq 51-30-40 səviyyəsi əsas dəstək rolunu oynayır. Onu qeyd etmək istəyərdim ki, bir çox analitiklər və bir çox banklar ümumiyyətlə satış orderləri açmaq nəzərdə tutmuşlar və 51-30-40 səviyyəsini əsas hədəf kimi götürmüşdür və göründüyü kimi cütlük burada hədəfə çatdı və artıq bu səviyyə əsas dəstək səviyyəsi rolunu oynayır. Buradan yuxarıda qala bilərsə, yəni buranı qırmağa nail olmazsa cütlük 51-60, 51-90 səviyyəsinə qədər qalxış nümayiş etdirər və sonraki səviyyə isə, yəni sonraki müqavimət səviyyəsi 52-ci fiqurdan və 52-20 səviyyəsindən keçir. Cütlük 52-20 müqavimətindən yuxarı qalxa bilərsə, 52-60-80 ətrafı növbəti müqavimət səviyyəsi olacaq. Ümumiyyətlə götürəndə hələ ki, funtun təzyiq altında qalmasını yenidən gündəmdədir. Yəni funtun hal-hazırda enişlə meyilliyi, onun qalxış tendensiyasını davam etdirməməsi, yəni etdirmə cəhdlərinin uğursuz nəticələnməsi investorların hələ də funtu satmağın meyilli olması ilə izah olunur. Belə ki, eyni zamanda dünən Britaniyadan çox güclü bir xəbər alındı. Belə ki, aktivlərin alışım proqramının genişləndirilməsinə artıq
iki üzvü də, yəni İngiltərə Bankının komitəsinin, iclas komitəsinin iki üzvü də artıq bu sualın, yəni sualın bu səviyyədə həll olunmasına meyilli oldu. Bu həm eyni zamanda bunlardan biri də Mervyn King idi. Yəni Mervyn King bildiyimiz kimi İngiltərə Bankının sədridir və burada onun da yəni kütləvi alış-verilmənin genişlənilməsinə meyil olması artıq Britaniyadakı vəziyyətin heç də yaxşı olmadığının daha yəni yuxarı səviyyədə müzakirə olunmasına artıq işarə verir və bu da ümumiyyətlə həm Britaniya üçün, həm də funt üçün, funtun da digər kursları üçün negativ faktor kimi qiymətləndirilir. Deyildiyi kimi 51-40 səviyyəsinin aşağı qırılması, yəni əsas dəstəkdir və buranın aşağı qırılması 51-20 və 51-ci fiqurun yoxlanmasına gətirib çıxarda bilər. İndikatorlar yenə də enişə meylinin davam etməsinə işarə edirlər. Dolar-frank cütlüyünə baxaq. Dolar-frank cütlüyü hal-hazırda qalxışa meyillidir və 93-cü fiqur əsas müqavimət kimi götürülür. 93-cü fiqurdan yuxarı qalxmağa nail olarsa, cütlük 93-20, 93-40 ətrafına qədər qalxış nümayiş etdirəcək. Dəstək olaraq isə 92-70 ətrafı əsas səviyyə kimi götürülə bilər. Bu, qalxış trendinin aşağı sərhəddi deməkdir və buradan da aşağı qalmaq 92-50 dəstəyinin yoxlanmasına səbəb ola bilər. İndikatorlarda qalxışa meylinin davam etməsini müşahidə edirik. Dolar-yena cütlüyünə baxaq. Dolar-yena cütlüyü dünənki diapazondan heç də kənara çıxa bilməyib və hələ ki 93-50 səviyyəsi əsas müqavimət, 93-10 ətrafı isə əsas dəstək olaraq qalmaqdadır. Bu da hələ Yaponiya Bankının gözləmə mövqeyində olmasını göstərir və 93-10 səviyyəsindən aşağıda qalmaq cütlüyün 90-cı fiqura və 92-70 ətrafına qədər enişinə səbəb ola bilər. İndikatorlarda hələ ki enişə meyillik saxlanılır və divergensiyanın güclənməsini müşahidə edirik. Bugünə əsas olan, yəni fundamental fon Fransadan, Almaniyadan və Avrozonada emal edici sektorda menecerlərin aktivlik indeksidir. Yəni bu göstəricilər əsas diqqət mərkəzində olacaq və eyni zamanda Britaniyada makroiqtisadi göstəricilərin dərci gözlənilir. Günün ikinci yarısında isə Amerikadan olan xəbərlər gündəlik dinamikanı təyin edəcək. Sağ olun.